5-ci sinif test tapşırıqları Unit 1 We Learn English. Biz İngilis dilini öğrenirik. Variant A. When people meet for the first time, insanlar ilk dəfə görüşəndə they usually say, onlar adətən deyirlər. Hello, salam, how are you, necəsən? Nice to meet you, səni görməyimə şadam. In the morning they can say, səhərlər onlar deyə bilərlər good morning, sabahınız xeyir. In the daytime or in the evening they say, gündüz vaxtı və ya axşamlar deyirlər good afternoon, günortanız xeyir, good evening, axşamınız xeyir. If people want to make friends they say, əgər insanlar biri ilə dostlaşmaq istəyəndə onlar deyirlər I am John, mən Johnam, and what's your name, bəs sənin adın nədir? They usually talk about family, onlar adətən ailə haqqında, work, weather, school or sports, iş, hava və məktəb və idman haqqında danışırlar. They ask questions, onlar suallar soruşurlar. Do you have any brothers or sisters, sənin heç qardaşın və bacın varmı? Və ya do you work, harada işləyirsən? Və ya do you study, harada oxuyursan? Do you like sports, idmanı xoşlayırsanmı? Və ya are you from, sən hardansan? And və ya do you live, harada yaşayırsan? These are good questions. Bunlar yaxşı suallardır. But for example, lakin misal üçün, it's not good as to older people about their age. Yaşlı insanlardan onların yaşını soruşmaq yaxşı deyil.